Kəpəz MTK paytaxtın arxitektor görünüşünü pozur, sakinlərin təhlükəsizliyinə ciddi risklər yaradır. Bu iddialar Kəpəz MTK ilə bağlı yeni xəbər orqa daxil olmuş məlumatda yer alır. Bildirmək istəyirik ki, Kəpəz MTK-ya məxsus Bakı şəhəri Mirzə Fətəli Axundov küçəsi 177-78 ünvanında yerləşən binaların damları yaşayış üçün nəzərdə tutulmasa da, hal-hazırda yaşayış məqsədli mənzil düzəltmə məqsədi ilə orada təmir tikinti işlərinə başlayıblar və dam örtüyünü tam sökərək bir mərtəbədə qaldırmaq üçün işlər görülür. Bu şəhərin arxitektor görünüşünə zidd olmaqla yanaşı, gələcəkdə bu evləri alan vətəndaşlar üçün də böyük risk amilidir və mümkün fövqəladə hal anında insan tələfatına gətirib çıxara bilər. Söhbət 6-cı paralel adlanan küçə Bravo supermarket olan iki binadan ibarət kompleksdə hər iki binadan gedir. Xatırladaq ki, dəfələrlə qanunsuz əməllərindən yazılan Kəpəz MTK-nın sabiq deputat Mahir Aslanova məxsus olduğu iddia olunur.